Qoç bürcü 22 oktyabr 2025-ci il. Gün asan olmayacaq. Uğur qazanmaq üçün sizdən ciddi səylər tələb olunacaq. Xüsusilə günün əvvəlində iradə və məqsəd yönlülük vacib olacaq. Çünki hadisələr istədiyiniz kimi inkişaf etməyə bilər. Yeni tanışlarla planlarınızı paylaşmağa tələsməyin. Kimsə məqsədlərinizə çatmağınıza mane olmağa cəhd edə bilər. Kifayət qədər vaxtınızı darıxdırıcı amma diqqət tələb edən işlərə sərf etməli olacaqsınız. Buna baxmayaraq gün sıxıcı keçməyəcək. Ətrafınızda sizə yeni ideyalar verən və ya imkanları fərqli bucaqdan görməyinizə kömək edən insanlar peyda olacaq. Bugün yaranan bəzi işgüzar münasibətlər zamanla romantik səciyyə daşıya bilər. Buğa bürcü 22 oktyabr 2025-ci il. Gün uğurlu keçəcək. Əgər zəifliyinizə uymasanız, tənbəllik etməsəniz və ani istəklərə tabe olmasanız, həm iş sahəsində, həm də şəxsi münasibətlərdə maraqlı imkanlar açılacaq. Əsas odur ki, bu şansı əldən verməyəsiniz. İnsanlara işə yanaşma tərziniz xoş təsir bağışlayacaq. Ola bilər ki, yeni tanışlardan biri sizə əməkdaşlıq təklif etsin. Karyerada böyük irəliləyiş və maliyyə baxımından gözləntilərin tam yerinə yetməsi gözlənilmir. Amma romantik görüşlər üçün bu, buğalar üçün çox uğurlu gündür. Hər şey düşündüyünüzdən də yaxşı keçəcək. Əkizlər bürcü 22 oktyabr 2025-ci il. Günün əvvəlində işə köklənmək çətin olacaq. Bəzi əkizlər şübhə və qərarsızlıq səbəbindən uğura çata bilməyə bilər. Kimdən dəstək və motivasiya ala biləcəyinizi düşünün. Bugün çox şey sizin etibarlı insanlara arxalamağınızdan asılı olacaq. Vacib qərarlar qəbul edərkən yalnız intuisiya deyil, həm də sağlam düşüncəyə qulaq asın. Ambisiyalar və şöhrət arzusu sizə insanlarla ortaq dil tapmağa mane ola bilər. Hətta dostluq münasibətləri qurmaq mümkün olan insanlarla belə sevdiyiniz insanla münasibətlərdə də müəyyən gərginlik yarana bilər. Lakin günün sonunda harmoniya bərpa olunacaq. Xərçəng bürcü 22 oktyabr 2025-ci il. Bugün bir neçə düzgün qərar qəbul edəcəksiniz, amma düşündüklərinizi dərhal həyata keçirmək çətin olacaq. Bugün ağlınıza gələn ideyaları unutmamağa çalışın. Bir az sonra onları gerçəkləşdirmək şansınız olacaq. Maliyyə məsələlərində diqqətli olun. Ətrafınızdakı insanlar sizə təsir etməyə və öz fikirlərini zorla qəbul etdirməyə çalışa bilərlər. Öz mövqeyinizi qoruyun və planlarınıza sadiq qalın. Sevdiyiniz insanın dəstəyi bugün sizin üçün xüsusilə vacib olacaq. Çox güman ki, o sizi ruhlandıracaq. Maraqlı söhbətlər üçün çoxlu mövzular tapılacaq. Bir-birinizi daha yaxşı anlayacaqsınız. Əyləncəli tədbirlərə qatılan xərçənglər üçün isə axşam xoş tanışlıqlar vəd edir. Şir bürcü 22 oktyabr 2025-ci il. Siz iş məsələlərini tez həll edə biləcək, peşəkar mövqeyinizi gücləndirəcəksiniz. Bəzi şirlər nüfuzlu insanlarla əlaqə quracaq, onların dəstəyi ilə rəqiblərinə qalib gələcəklər. Amma çox tez arxalanmayın. Bəziləri sizə zərbə vurmaq üçün ədalətsiz üsullara əl ata bilər. Bugün tanış olduğunuz insanlar gələcəkdə həyatınızda mühüm rol oynaya bilər. Onlarla münasibətlər əvvəlcə sırf işgüzar olsa da tezliklə dostluq və ya şəxsi səviyyəyə keçə bilər. Qız bürcü 22 oktyabr 2025-ci il. Günün birinci yarısı həm mühüm işlər, həm də məhsul görüşlər üçün uğurlu olacaq. Vaxtınızı boşa sərf etməyin. Ən vacib məsələlərin həllinə diqqət edirin. Günün ikinci yarısında bəzi planlarınızı reallaşdırmaq çətin olacaq. Amma buna görə ruhdan düşməyin. Yaxın zamanda vəziyyət yaxşılığa doğru dəyişəcək. Siz hər şeyi yoluna qoya biləcəksiniz. Bugün yaxın insanlara diqqət göstərmək xüsusi önəm daşıyır. Öz işlərinizi bir qədər təxirə salsanız da sevdiklərinizə qayğı göstərmək lazımdır. Sizin bu səyləriniz sayəsində yaxın vaxtlarda bütün ailəni sevindirəcək bir hadisə baş verəcək. Tərəzi bürcü 22 oktyabr 2025-ci il. Günün əvvəlində görüşlər və danışıqlar üçün münasib vaxt olacaq. Qarşılaşdığınız çətinliklərə baxmayaraq onları asanlıqla dəf edəcəksiniz. Xəyal gücü və yaradıcılıq qabiliyyətləriniz sizə əlverişli şəraitdən maksimum fayda götürməkdə kömək edəcək. Bəziləri sizin uğurlarınıza qısqanclıqla yanaşsalar da zərər verməyə cəsarət etməyəcəklər. Əvəzinə yeni müttəfiqlər qazana bilərsiniz. Onları həm ortaq məqsədlər, həm də qarşılıqlı rəğbət birləşdirəcək. Günün ikinci yarısında şəxsi məsələlər ön plana çıxacaq. Uzun müddətdir kiməsə gizli rəğbət bəsləyən tərəzilərin həyatında bugün mühüm dəyişikliklər baş verə bilər. Əqrəb bürcü 22 oktyabr 2025-ci il. Gözlənməz hadisələr və uğursuz təsadüflər sizi çaşdıra bilər. Xüsusilə gənc və təcrübəsiz əqrəblər üçün bu çətin olacaq. Amma ətrafınızda sizə dəstək olmağa, düzgün yol göstərməyə hazır olan insanlar olacaq. İntuisiyanız sizə kimə müraciət etməli olduğunuzu deyəcək. Əgər günün birinci yarısı müəyyən narahatlıqlarla keçsə, ikinci yarısı sizə mühüm qələbə və xoş xəbərlər gətirə bilər. Bu çox güman ki, yalnız sizin və yaxınlarınızın marağında olan bir məsələ ilə bağlı olacaq. Oxatan bürcü 22 oktyabr
2025-ci il. Səhər o qədər də uğurlu başlamaya bilər. Ən əsas oxadanlar elə biləcəklər ki, dünya onlara qarşı çıxıb, amma vəziyyət tezliklə yaxşılığa doğru dəyişəcək. Gün ortaya qədər xoş bir xəbər alacaq. Bir az sonra isə çox darıxdığınız biri ilə görüşmə fürsətini tapacaqsınız. Günün ikinci yarısı yaxın insanlarla və yeni tanışlarla ünsiyyət üçün uyğundur. Sevdiyiniz insanla münasibətlərdə intuisiya sizə kömək edəcək. Necə davranmalı, hansı sözləri deməli olduğunuzu o göstərəcək. Oğlaq bürcü 22 oktyabr 2025-ci il. Əgər çox vacib bir işlə məşğul olmağa hazırlaşırsınızsa, yolda maneələrə rast gələcəyinizə hazır olun. Onların öhdəsindən gəlmək mümkündür, amma bunun üçün inadkarlıq və yaradıcılıq tələb olunacaq. Adi üsulların faydasız olduğunu görsəniz, yeni yanaşma tapmağa çalışın. Əvvəllər sizinlə çətin məsələləri həll etmiş tanış və ya həmkarların verdiyi məsləhət bu dəfə də işə yaraya bilər. Yeni tanışlıqlar, romantik maraqlar mümkündür, amma bu münasibətlər daha çox xoş və qısa müddətli olacaq. Ciddi davamı ehtimalı azdır. Dolça bürcü 22 oktyabr 2025-ci il. Bugün məqsədinizə tək başına çatmaq çətin olacaq, amma yaxşı tanıdığınız insanlardan kömək istəsəniz, uğur qazanmaq çox çəkməyəcək. İş və ya bizneslə bağlı məsələlərdə düzgün tərəfdaş seçimi xüsusilə vacibdir. Daha əvvəl sizi yarı yolda qoymayan insanlar bu dəfə də etimadınızı doğruldacaqlar. Yaxınlarla münasibətlərdə gərginlik mümkündür. Bəzi dolçalar üçün sevdikləri insanla anlaşmaq çətin ola bilər. Hətta əvvəllər hər şey ahəngdar olsa belə. Tələsməyin, ciddi qərarlar qəbul etməyin və münasibətləri sakit yolla qorumağa çalışın. Balıqlar bürcü 22 oktyabr 2025-ci il. Bugün işlərə diqqət yönəltməyə adi vaxtdan çətin olacaq. Bir çox balıqların düşüncələri iş və gündəlik məsələlərdən uzaq olacaq. Uzun müddətli planlar qurmaq, gələcək barədə düşünmək üçün münasib zamandır. Amma bunu reallığa daha obyektiv baxan insanla birlikdə etmək daha faydalıdır. Sevdiyiniz insanla münasibətlər istədiyiniz kimi inkişaf etməyə bilər. Amma narahat olmağa ciddi səbəb yoxdur. Nə sizi kədərləndirir, nə narahat edir. Açıq danışın. Qarşı tərəfi də diqqətlə dinləyin. Çox güman, onun da eyni hissləri var. Sadəcə bunları ifadə etmək üçün əvvəl uyğun sözlər tapılmayıb.